Bəli, hər vaxtınız xeyir olsun əziz Zəka Tekstil izləyiciləri. Xoş gördük hər kəsi yeni gündə, yeni saatda. Bəli, bugünkü məlumatı sona çatdıracaq yaxşıların qəlbinə yer tapan mən Zəka. Pislər də ki, qalsın Allaha, bir də özlərinə. Deməli, dəyərli izləyicilər və hörmətli YouTube izləyicilərimiz, Instagram, eyni halda bizi TikTok'dan izləyən izləyicilər. Videomuzun dəqiqəsi uzun olacaq, ona görə ki, YouTube kanalımız onu dəstəkləyir. Bezməmək şərti ilə sona qədər izləyərək kanala abunə olmağı, videoları like etməyi hər birinizə tərcih edirəm. Mağazamıza çox möhtəşəm pike takımları, pike dəstlərimiz daxil olubdur. Məhsulumuz nədən və nələrdən ibarətdir? Hər birisini sizlər üçün göstərəcəyim. Möhtəşəm rəng tonları öz yerində, öz tempində, modellər və çeşidlər də cürəbəcürə. Məhsullarımızın ideal performansa malik olan 100% pambıqdan hazırlanmış, üst nahiyəsinin işləmələri kətan və vilur saplardan toxunmuş möhtəşəm 2 ədədli yastıq uzu ilə ünvanımıza daxil olubdur. Eyni halda məhsulumuzun çox möhtəşəm pikesi mağazamıza daxil olubdur. Əsl dəsmal materialında pikelər istəyirdik. Hər iki üzü vaflinli olan, sıx toxunuşa malik, qıraqlarının tikilişi ideal performansa layiq olan möhtəşəm pike dəstimizdir. Məhsulumuzun özünə dair və özünü qoruyub saxlayacaq gözəl keyfiyyətə malik olan prostin dəstini sizə göstərmək istəyirəm. Göstərməklə bərabər Abil bəy məhsulumuzun çox möhtəşəm və ideal tikilişinin hər birisini canlandırır. Məhsulun 100% pambıq olması, 30 dərəcədə yuyulması garanti altında mən Zəka tərəfdən sizlər üçün verilir. Və məhsulumuzun bir ədədini göstərdikdən sonra istəyərdim ki, sizi rənglərlə tanış edeyim. Görək məhsullarımızda nə rəng tonları mövcuddur. Açıq gri rəngini burada müşahidə edirik. Məhsulumuzun üst deseninin müxtəlif işləmələrinin də olduğunu sizlər üçün göstərmək niyyətindəyəm. Və eyni halda məhsulumuzun bir üstün avantajı da var ki, harasa getdikdə hədiyyəlik bir model kimi də əldə edib apara biləcəksiniz. Məhsulumuzun taş rəngi ilə tanış olduq. Taş rəngimiz də eyni halda eyni gözəlliyə və məhsulumuzun QR koduna qədər oxudaraq məhsulumuzun və məhsullarımızın Türk istehsalı olduğunu müşahidə edə bilərsiniz. Keçirik bu gözəl modelimizin başqa bir rəng tempini sizlər üçün göstərməyə. Modellərimiz çoxdur, rənglərimiz maşallah. Abil bəy düzübdür hamısını ard-arda, sıra bir düzüb burada. Hər birisini göstərmək niyyətindəyəm sizlər üçün. Belə bir rəngimiz də burada mövcudluğunu qoruyub saxlayır. Məhsul taş rəngi və seyri gri rənginin qarşığı yaşıl salatov rəngi adını vermək olacaq bir rəngdir. Model kimi çox gözəldir. Ölçülərimiz Avropa sayağı olduğunu burada göstərmək istəyərik. Pikelərimiz 2.40-ın 2.20-nin 2.40-a, prostin 2.40-ın 2.60-a, yastıq uzu 50-nin 70-ə olmaq şərti ilə bizim ünvanımızda geniş şəkildə yer alıbdır. Abil bəy məhsulumuzun burada can alan rəngi mövcuddur. Bəli, hər bir evin bəyəndiyi və hər gəlinliyin şahənşahı olan bizim Azərbaycan dilində səsləndirsək ağ rəngi, Türk dilində səsləndirsək qırıq bəyaz rəngi məhsulumuzun mövcuddur. Çox möhtəşəm aura, çox möhtəşəm gözəlliyə malik olan bu məhsulumuzun prostiniya və yastıq üzləri də ağ rəngdə olmaq şərti iləndir. Yəni məhsulun ütüdən çıxmış səliqəsini pozmamaqdır mənim niyyətim. Onun üçün açmıram. Açmağı saxlayıram siz ünvanımıza yaxınlaşdıqdan sonraya mənim əzizlərim. Bəli, gördüyümüz bu modellər maşallah dəhşətdir, dəhşət. Və tək pikelərimiz mağazamıza daxil olmuşdur. Nədir bunlar? Gəlin bir yerdə kanala abunə olaraq izləyəyin. Ünvanımız da Sədərək Ticarət Mərkəzi, Şirinyat Bazarı, sıra 17 mağaza 61 Zəka Tekstildir. Müslüm deyirdik. Bəli, müslüm materialında çox möhtəşəm, çox ideal. Mən deyərdim bir çox izləyicilərimizin ürəyindən səs verəcək möhtəşəm yumşaqlığa malik, incə və keyfiyyətli. Baxın, yüngül, quş kimi. Attın çiyninə, yəni attın üstünə, sanki üzərimizdə bir əşyanın olmadığını bizə hiss elətdirən müslüm pikelərimizi sizlərə göstərirəm mən əzizlərim. Məhsulumuzun nə rəngləri var? Burada müşahidə edək. Hələ ki gördüyümüz yaşıl rəngi, məhsulumuzun burada seyr rəngini görürük. Bəli, bəzi halda bənövşəyi adını, bəzi halda açıq gri. Yəni rənglər və zövqlər tartışılmazdır. İstənilən bir rəng adı altında ünvanımızda yer almış bu məhsulumuzun davamı və tamamı inşallah ki məhsulumuzun belə qeyd eləyək, ikinci partiyası bugün günün sonunda yaxınlaşacaq ünvanımıza və tamamı
olacaq videonun da bütün kadrlarını YouTube, Instagram kanalından izləyə bilərsiniz. Abil bəy, bu məhsulumuzun açıq gri rəngidir. Elə buna kakraz gri adı vermək olar. Burada şəkildə gördüyünüz kremi və cappuccino rəngi də mağazamızda hər iki rəngi əlavə olaraq daxil olacaqdır. Videomuzu inşallah sona qədər izləyərək, sona qədər bəyənərək, takip edərək, unutmursunuz ünvanımıza bu nəzər nöqtə ilə, bəli, qısa bir fasilədə olduğum müddət zamanı daxil olmuşum Haysindor brendinin çox möhtəşəm hamam xalatları gördüyünüz kimi ünvanımızda yer alıbdır. Məhsullarımız çamadan formasında tək xalatlar, damaşniki ilə bir yerdə olan modellərimiz, vafli modellərimiz və xanımların ən çox üstünlük verdiyi ideal performansa malik, möhtəşəm, baxın, belə küpürlü, dantelli modellərimiz də daxil olmuşdur. Bununla bitmir, xalat çeşidlərimiz bugün günün sonunda yatmaq deyə bir şey yoxdur. O qədər möhtəşəm çeşidlərlə sizləri tanış edəcəyik, möhtəşəm və keyfiyyətli, zövqlü modellərlə tanış edəcəyik ki, mən qeyd etmək istəyərdim ki, Haysindor brendinin bəylərimiz üçün çox möhtəşəm, səliqəli tikilişə malik olan bir xalat dəsti də mağazamıza kütləvi şəkildə daxil olubdur. Məhsulumuz seyr rəngi, ağ rəngi, tanş rəngi və cappuccino rəngindən ibarət olan təmiz içi mexli, üstü vaflinli, yəni sırıq vaflinindən söhbət gedir mənim əzizlərim. Dədəbaba vaflinli deyil. Brenddəki Haysindordur. Qiymətlər də ki, inşallah bir dənə WhatsApp nömrəmizə yazmaqla və əlaqə saxlamaqla məhsul ünvanımızdan əldə edə bilərsiniz. Eyni halda Haysindor brendinin çox möhtəşəm çamadan hamam xalatlarda həm bəyli kimi, həm də gəlinli kimi Abil bəy mağazamıza daxil olmuşdur. Bu məhsulların və brend məhsulların hər birisinin tək ünvan olaraq Zəka Tekstil mağazalar şəbəkəsində gördüyünüz bu çeşid və asortitlərin hər birisini əldə edə bilərsiniz. İzlədiyiniz üçün dərin və möhtəşəm təşəkkürümü sizlər üçün bildirirəm. Bəli, təqdimatı yaxşıların qəlbinə yer tapan mən Zəka səsləndirdim. Pislər olmasa yaxşıların qədrini bilmək olmaz. Təşəkkür edirəm videonu da izlədinizsə.